İndiçə verilişimizdə, tədbirimizdə iştirak edən fəxri qonaqlardan biri olan Azərbaycan Yazıçılar İttifaqının Mingəçevir filialının sədri İsmail İmanzadəyə veririk. Buyursun, o da öz ürək sözlərini bizimlə bölüşsün. Çox sağ olun. Mən bugünkü məclisdə təbii ziyalı məclisidir və burada mənim çoğulu tanışlarım, dostlarım iştirak edir. Və təbii ki, bütün söhbətlərlə, danışıqlarla və ayrı-ayrı insanların dilində səslənən şeirlər də bizim üçün bizim tariximizin 20-ci əsrdə, tariximizin bəzəyi olan 20-ci əsrdə tariximizdə xalqımıza baş ucalığı gətirən və bütün zamanların dövründə dayanmağa qabil olan nadir bir şəxsiyyət barədədir. Yalnız ona əvvəlcədən Tanrıdan rəhmət diləyək. Mən bir neçə məqama ekskurs edəcəm, yəni baş ağrısı olmasın sizin üçün. Mən Heydər Əliyevlə həyatda 3 dəfə çox qəribə təsadüfi görüşmüşəm. Yəni, bu təbii ki, bu görüşləri mən təsadüf adlandırıram. Birində futbolu xoşlayan insanlar, o xüsusilə də bizim kişi cinsini bilirlər ki, 70-ci illərin təxminən 76-cı il idi, Neftçi yuvarlanıb birinci dəstəyə düşmüşdü, o vaxt SSR birinciliğində. Və sonuncu oyun idi, həmin oyunda da Neftçinin uçsuydu, şansı vardı gücülər dəstəsinə ki, mən də adətən Bakıya tez-tez gedirdim və o gedişlərin təbii ki, yaradıcılıq məsələsi ilə və redaksiyalara yazı apardım falan. Həmişə də elə planlaşdırdım ki, o günlərin birinə hökmən Neftçinin Bakıda keçirilən oyunlarından biri düşsün və gedirdim. Bir neçə məqamda şəxsən görmüşdüm, indiki stadionu demirəm, o vaxtlar bir dənə fəxri tribuna vardı və həmişə də qalacaq. Orada fəxri qonaqlar, Heydər Əliyevin özü bir neçə məqamda görmüşdüm. Sonuncu oyunda da gəldi və həmişə də mən bileti çalışırdım ki, düz o tribunun altına. Yəni o elə idi ki, stadion düz ortası idi. Orada hər tərəfi görmək yaxşı mənada mümkün idi. 13-cü sektor deyilən bir sektor. Düz bu dəfə təsadüfən biletimiz düşmüşdü bu tribunada. Bizdən tribunada, arxada ancaq tribuna. O illəri Banışevski idi deyək ki, rəhmətli Banışevski oyuncuydu. Sonra Səməd Ağa Qurban oldu da başqalarıydı. O nəsildən olan oyunculardı ki, oldular oyunu və əvvəlcədən elan elədilər ki, qələbə münasibəti ilə Mərkəzi Komitənin birinci katibi Heydər Əliyev yoldaş futbolçuları qəbul edəcək və yerli azarkeşlər o Bakırlardan da qışqırdılar ki, ara elə maşın istəyin, nə istəyin, onu da dəbildə gəldi. Təsadüfən biz də çevirdik yanıb tribunaya. Orada bizlə də hamıda azarkeşlərin bir qrupu ilə də görüşdük. Yəni də oradan da o bir gözəl xoş xatirədir. Və bir dəfə də Bakıdan yenə də gələndə qatar uzun müddət dayandı stansiyalarda, saat stansiyası deyilən bir stansiyada. Məlum oldu ki, hökumət qatarı gəlir və o günlərdə də eşitmişdik ki, Heydər Əliyev məhsula görə, yəni pambıq sezonuna görə rayonları gəzir və səhv eləmirəmsə, haradaysa Ovakıcdanov, indiki Beyləqan zonasında təsərrüfat fəalları yığıncağı keçirir və qatarla gəlir və orada da düşdü. Düşdü, gəldi perronda olan, təbii ki, indi biz yay günü vagonda oturmalı ki, düşdü, gəldi hamımızla görüşdü, yəni əl çıxışdı, belə var, 5 gəlmək üzrəmə. Və ən önəmlisi isə, mən Heydər Əliyevin canlı çıxışının və 5 dəqiqəlik də dövrə söhbətinin şahidi oldum 97-ci ilin noyabr ayının axırlarında Azərbaycan Yazıçılar Birliyinin 9-cu qruplara keçirilirdi. Təbii ki, Dzerjinski adına qrupda. İlk dəfə idi ki, o qrupda bizim hamımızı yoxladılar. Yəni, yazıçıların baxmayaraq ki, mandatımız vardı. O yerdə, yerimiz, sıramız hamısı bildirdi. Yəni, o təhlükəsizlik nöqteyi nəzərində hamımızı yoxlamışlar. Heydər Əliyev gəldi, birinci sırada oturdu. Oturanda Anar müəllim dəvət elədi ki, cənab prezident, xahiş edirik, gəlin, siz həmişə bizim məclislərimizdə iştirak eləmişsiniz, qurultaylarımızı şərəfləndirmişsiniz, rəis edirik. Deyir, narahat olmayın, mən sonra sözümü deyəcəm. Gəldi, çıxışda 2 saat danışdır. 2 saat mənim yadımdadır, tribunada. Çünki Heydər Əliyev Azərbaycan ədəbiyyatını doğrudan gözəl bilir. Və böyük də hörməti var, sizin yadınızdadır, üzr istəyirəm, yəni bana elə gəlir ki, biraz baş ağrısı. Yox, əksinə. Biraz vaxta görə mən çəkinirəm. Buyurun, nə qədər rəislik vaxt var danışın. Deməli, vaxtı ilə Rəsulzuya, Süleyman Rəhimova, Süleyman Rüstəmə, sonra Mirzə İbrahimova və başqaları, sosial səviyyə qəhrəmanları verilməli bir arası. Sonra Nəbi Xəzriyə, Bəxtiyar Vahacadiyə o vaxt dövlət mükafatlarının verilməyi də bir arası olundu. Ondan əlavə Qaraqayev,
sosialist deməyə qəhrəman, Arif Məlikov kimi insana istihqal var. Zeynəb xanımın özünə və başqa, yəni mədəniyyətimizin həmişə hamısı. Amma hələ bunun çıxışından qabaq təbiidir ki, bir saatdan bir fasilələr verilirdi. Fasilələrin birində, mənim yadımdadır, Naxçıvandan Nasim Yadigar var, indi də yaşayır. Mən idim, Qubadan Ramiz Qusar Çaylı var. Bir də Mingəçevirin yetirməsi, əslində, Mingəçevirdə 9 nömrəli məktəbdir, Adil Cəmi. Foyada söhbət edirdik, siqaret çəkirdik. Birdən qəfildən yaxınlaşdı. Təbii ki, siqareti belə necə gəlirlər, o övlad adı ilə siqaret daldalat deyir, bəhanələr. Üçümüz də siqaret çəkir, dördümüz də siqaret çəkir. Söhbət elədik. Haradansınız, haradan təmsil olunmuşsunuz? Deyir ki, yaxşı oldu əyalət təmsilçiləri. Mən adətən deyir, bu Bakıda yaşayanlar daha çox özləri qabağa düşür, bəhanə gəzirlər görür. Amma yaxşı oldu elə əyalətdə. Soruşdu, Mingəçevirdə nə var? Nə soruşacaqsan ki? Mingəçevirsən, mən yaşadığım region dediyim və biraz da təəssüfləndi ki, o həmin yerlərin insanların, yəni özündən tanış olan, özünün o bəziləri təsərrüfat rəhbərləri idi. Məsələn, Köçər Babayev, o bir vaxt Azərbaycanın baş prokuroru olan Murad Babayevin atası idi, sosialist qəhrəman, çox yaxşı tanıyırdı, yaxşı da bilirdi. Yəni, belə söhbətlər oldu. İndi gəldi, özü ki, fasilədən sonra o deyirəm 2 saat danışdı. Orada bir neçə məqamlar oldu da, oradan da mənim ömrümü həmişə yazılır. Deyir ki, bu yazıcı şairlər millətimizin ən ərköy zümrəsidir. Mən bunların həmişə nazirində oynamışım. Yəni, bunlar biraz ərköy olurlar. Və deyir, bilirsiniz, mən niyə rəyasət heyətinə çıxmadım? Deyir, 91-ci ildə də məni dəvət eləmişdilər. Amma deyir, onda mən heç bir vəzifə daşımırdım və təbii ki, bir pensioner idim və biraz da çox mənə qarşı hücumlar vardı. Pravda qəzetində, qeyri qəzetlərdə, falan qəzetlərdə. Orada deyir, gecə qurultaydan bir gün qalmış Elmira Axundova, indi deputatdır. Elmira Axundova mənə zəng elədi ki, ediləliyik. Sabah qurultayda, yazıçıların qurultayda, özü də Filarmoniyada keçirilir. Mən sizi dəvət edirəm. Deyir, dedim, Elmira xanım, yaxşı fikirləşin. Doğrudanmı? İndi Respublikanın sahibləri ayrıdır, başqalar. Mən neydi? O dedi ki, siz həmişə gəlmişsiniz, indi də fəxri qonalmışsınız. Gəldim deyir, amma sonra, təbii bundan sonra da Anar müəllim özü zəng elədi ki, çox xahiş edirəm, səhər bizim qonalmışsınız, gəldim, qurultayınızda iştirak edin. Sonra deyir, mən soraqladım ki, bu təşəbbüs ilk dəfə kimdən gəlir? Çünki Elifin təbiidir ki, böyük şəxsiyyətlidir və öyrənmək istəyir, bilmək istəyir ki, bu, onda qalmaqallar çox idi axı, hamımızın yanında, o dövrü yaşamış. Məlum oldu ki, ilk dəfə Məmməd Aslan tərif edir və təbiidir ki, Prezidentin Məmməd Aslan'a böyük qayğıları oldu. Uzun deyil, Məmməd Aslan şöhrət ordeni, demirəm Anzana, Məmməd Aslan yaxşı, şöhrət ordeni verildi, Prezident tərif edir. Və dedi ki, onda da mənə dedilər, rəyasət heyətinə qalq, dedim ki, mən o yuxarıdan aşağı çox baxmışam. İndi də istəyirəm aşağıdan yuxarıları görürüm. Oradan da çox ləzzət bir söhbətdir. Yəni, edilir daha şəxsiyyətli, böyük şəxsiyyətli, təbii ki, zaman-zaman bütün dövlətlərə, bütün ölkələrə məxsus dahilər olub. Azərbaycan xalqının dahiləri dünyalar içərisində, dövlət xadimləri içərisində həmişə yaşamağa qadir olan, həmişə özünün qaldığı, dayandığı o zirvədə yaşamağa qabil olan bir prezidentimizdir və icazə verin bir də bir şey deyim, yəni vətənlə bağlı bir şey. Buyurun, hamımızın beşiği olan, hamımızın iftixar yeri olan, hamımızın ilki və son olan vətən barədə. Dua etdim, ulu tanrım dadıma yetdi. Ərən yurdum nər biləkli oğul böyütdü. Yadda saxla, babalardan qalan öğütdü. Vətən ana, torpaq namus, sevgi əmanət. Nə ömür gün təzələnir, nə yaş gözləyir. Qarabağda yolumuzu dağ, daş gözləyir. Hələ bizi bir müqəddəs savaş gözləyir. Vətən ana, torpaq namus, sevgi əmanət. Ayağa qalx, cihad deyil ürəkdə, can da. Haray çəkir xətainin qılıncı qında. Şəhid ruhu dilə gəlir bir damla qanda. Vətən ana, torpaq namus, sevgi əmanət. Vətən oğlu igid əskər, sabahın xeyir. Səhər mehi nicat üçün qapını döyür.
bu kəlməni Göyçə deyir, Zəngəzur deyir, vətən ana, torpaq namus, sevgi əmanət. Mən üç rəngli bayrağımla keçmişəm oradan. Vətən sözü müqəddəsdir hər cür addan. Ata millət, ana millət çıxarma yaddan. Vətən ana, torpaq namus, sevgi əmanət. Zaurlar razı oluyorum və bircə dənə xahişim var, tövsiyəm var. Mən bu, yenə deyirəm, Mingəçevirdə olan mədəniyyət müəssisələri içərisində seçilən bir müəssisədir. Çünki ən azından burada tariximizi qoruyub, yaşadan, tariximizin qədimliyindən tutmuş, indiki dövrünə qədər olan dövrlərin bir avəsdə burada yaddaşlarda, qan yaddaşımızla başlaşdıran müəssisədir və gözəldir. Sadəcə olaraq müəyyən həmişə bir şeyə diqqətli olmaq lazımdır. Mən yenə deyirəm, gözəl məclisi təbiidir ki, mənə qədər danışanlar və məndən bizdən sonra da danışanların sözündə təbiidir ki, qüdrətli şeylər olsun. Bizə şeyləri seçəndə diqqətli olun. Təbiidir ki, yəni iradımı da icazə verin. Buyurun. O uşaq gözəl sözdür. Amma bənsiz, bərəsiz sözdür. Profesional şeylər seçin. Hər yazılan, görürsünüz, axırda o dərəcədə sözü prezidentimizə, ulu öndərimizə yazılan kitabları o qədər yetən yazdı. Axır məcburluğunda deyirlər qardaş, bilirsiniz nə var? Heydər Əliyev haqqında yazan özü də qüdrətli olmalı. Qüdrətli qələm sahibi olmalı. Yoxsa indi düzdür, xalq öz sevgisini bildirir, uşaq da bildirir, körpə də bildirir, falan da bildirir. Amma söhbət olmalı, söz də Heydər Əliyevə yaraşan söz olmalı. Yaraşır, amma nizamsız olur. Çox sağ olun, diqqət edin. Bəli, Heydər Əliyev qüvvətli zabidə sahibi, iti söz sahibi, sözünün ağası olan şəxsiyyət, sözünün kəsəri olan və bütün xalq tərəfindən sözü eşidilən, qəbul edilən başçıdır. O sözün də, söz əhlinin də həm qiymətini, həm yerini, həm də gücünü bilirdi. O, ana dilimizi son dərəcə böyük məhəbbətlə sevir. Bu sevgini səlis, rəvan, aydın, cəlbedici nitqində canlandırırdı. Heydər Əliyevin iti zehni, möhkəm hafizəsi, sözü ani seçmə bacarığı böyük yazıçılarda, qəzetçilərdə, aktyorlarda belə yoxdur. İndi isə İsmailova Esmira və Məmmədova Afiqin ifasında görkəmli şəxsiyyətlərin ulu öndərimiz Heydər Əliyev haqqında fikirləri və Heydər Əliyevin müdrik kəlamlarını sizin nəzərinizə çatdırırıq. Buyurun. Heydər Əliyev Azərbaycanın əvəzsiz lideridir. O dahi insan, müdrik şəxsiyyət idi. Əminəm ki, Azərbaycan xalqı Heydər Əliyevin böyüklüyünü hələ bundan sonra daha dərindən dərk edəcəkdir. Leonid Kuçma. Hazırda ölkəmizin bəhrələndiyi dostluq münasibətləri Heydər Əliyevin qətiyyəti və liderliyinin irsidir. O, öz davamlı töhfələri ilə Azərbaycanın uzun müddətli iqtisadi firavanlığının əsasını qoydu. Dick Cheney, Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır. Gələcək nəsil Azərbaycanı daha yüksəklərə qaldıracaqdır. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik istedad sayəsində başqa dövlətlər üçün nümunə olacaqdır. Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır. Yazıya pozu yoxdur. Ən böyük yazı tarixdir. Azərbaycan tarixinin pozulmaz yazısında Heydər Əliyevin adı və möhürü əbədilik qalacaqdır. İndi isə Ruzayeva Pərvanə öz şeiri ilə sizi salamlayacaq.